Xəbər verdiyimiz kimi Bakı Beynəlxalq Dəniz Limanı MMC-nin direktor müavini Söhrab İsmayılov bu ilin yanvarında vəzifəsindən azad edilib. Bir xəbər media tribunası isnadən xəbər verir ki, onun qovulmasına səbəb bir sıra qanun pozuntularına yol verməsi olub. Lakin bu günlərdə onunla bağlı daha bir qalmaqallı məsələ ortaya çıxıb. Belə ki, Söhrab İsmayılovun bir qrup şəxslə əlbir olaraq maliyyə intizamını kobud şəkildə pozduğu, müəyyən şirkətlər üçün xüsusi şərait yaradaraq onların qanunsuz varlanmasına imkan yaratdığı aşkar. Məlumatda deyilir ki, həyata keçirilən bu maliyyə əməliyyatları nəticəsində Söhrab İsmayılov və ona yaxın şəxslər Bakı şəhərinin mərkəzində bahalı ərazilərdə daşınmaz əmlak əldə edib, həmçinin yüksək dəyərli avtomobillər kolleksiyasına sahib olublar. Həmin şirkətlərin adları məlum olsa da mənbələr hələlik onun adını açıqlamır. Məlum olan isə odur ki, həmin şəxslərdən bəziləri hazırda dövlət strukturlarında fəaliyyət göstərir. Məlumatda o da bildirilir ki, Söhrab İsmayılovdan dövlətə dəymiş zərərin tam şəkildə ödənilməsi tələb olunub. O, bu məbləğin müəyyən hissəsini artıq geri qaytarıb, lakin ondan tələb olunur ki, zərərin tam həcmi dövlətə qaytarılsın. Əks halda onun barəsində hüquqi tədbirlər görüləcəyi, o cümlədən həbs qərarının verilə biləcəyi istisna olunmur. Qeyd edək ki, Söhrab İsmayılov 2021-26-cı illərdə Bakı limanında direktor müavini vəzifəsində çalışıb. Onu da bildirək ki, Söhrab İsmayılov hazırda Azərbaycan Dövlət Dəmir Yolları İdarəsində çalışır. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.